Əl-Mücadilə, Mücadilə surəsi Mədinədə nazil olmuşdur. 22 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. قد سمع الله قول التي تجادلك في زوجها وتشتكي إلى الله والله يسمع تحاوركما إن الله سميع بصير. Şübhəsiz, Allah əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən Allah eşidən və görəndir. الذين يظاهرون منكم من نسائهم ما هن أمهاتهم إن أمهاتهم إلا اللائي ولدنهم وإنهم ليقولون منكرا من القول وزورا وَإِنَّ اللّٰهَ لَعَفُوٌّ غَفُورٌ. Sizdən öz qadınları ilə zihar edən kimsələrin əbədilik haram etmək məqsədi ilə səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir deyən kəslərin zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə pis və yalan söz danışırlar və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur. Həqiqətən Allah çox əfv edən və bağışlayandır. وَالَّذِينَ يُظَاهِرُونَ مِن نِّسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِّن قَبْلِ أَن يَتَمَاسَّا ذَلِكُمْ تُوعَظُونَ بِهِ وَاللّٰهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ. Qadınları ilə zihar edib, sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmaslı olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır. فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ 60 مِسْكِينًا ذَلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ وَتِلْكَ حُدُودُ اللَّهِ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ. Kim azad etməyə qul tapmazsa, həmin zövcəsi ilə təmaslı olmazdan öncə onun 2 ay dalbadal oruç tutması vacibdir. Oruç tutmağa da qadir olmayan bir kəs 60 fəqiri doyuzdurmalıdır. Bu Allaha və onun rəsuluna iman gətirməniz və cahiliyyət adətlərindən əl çəkməniz üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır. İnnellezîne yuhaddûnallâhe ve rasûlehu kubitu kemâ kubitellezîne min qablihim وَقَدْ أَنزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ. Əlbəttə, Allah və onun rəsulu ilə düşmənçilik və müxalifət edənlər, özlərindən öncəkilər xar və zəlil olduqları kimi, xar və zəlil olacaqlar. Və həqiqətən biz aydın ayələr və nişanələr nazil etdik
və kafirlər üçün alçaldıcı bir əzab vardır. يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ. Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir. O işlər barəsində ki, Allah onların hamısını axirədək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır. أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَمَا كَانُوا ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ İnna Allaha bi kulli şeyin alim. Məyər qəlb gözü ilə görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? 3 nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, o onların 4-cüsü olmasın və nə də 5 nəfər arasında ki, o onların 6-cısı olmasın. Onlar bundan az və çox olsalar da, harda olsalar belə, o, Allah onlarladır. Sonra qiyamət günü hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən Allah hər şeyi biləndir. أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَةِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ ويقولون في أنفسهم لولا يعذبنا الله بما نقول حسبهم جهنم يصلونها فبئس المصير. Məyər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra, yenidən qadağan olunmuş əmələ qayıdıb, daim günah, hüquqlara təcavüz və bizim rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi? Onlar sənin yanına gəldikdə, səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində ya öz aralarında deyirlər: əgər bu kişi peyğəmbərdirsə, bəs niyə Allah dünyada bizə dediklərimizə görə əzab vermir? Onlara daxil olacaqları və hərarətini dadacaqları cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir. يا أيها الذين آمنوا إذا تناجيتم فلا تتناجوا بالإثم والعدوان ومعصية الرسول وتناجوا بالبر والتقوى واتقوا الله الذي إليه تحشرون. Ey iman gətirənlər! Bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman, heç olmasa günah, hüquqlara təcavüz və bizim rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqvaya tövsiyə etmək üçün pıçıldaşın. Qiyamət günü hüzuruna toplanacağınız Allahdan qorxun. إنما النجوى من الشيطان ليحزن الذين آمنوا وليس بضارهم شيئا إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون.
Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün kafirlərin və münafiqlərin etdikləri pıçıltı şeytandandır. Halbuki şeytan və o pıçıltılar Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər. يا أيها الذين آمنوا إذا قيل لكم تفسحوا في المجالس فافسحوا يفسح الله لكم وإذا قيل انشزوا فانشزوا يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات والله بما تعملون خبير. Ey iman gətirənlər! Sizə məclislərdə yer verin deyildiği zaman yer verin ki, Allah da sizə yer, ruzi, qəlb və behişdə vüsət versin. Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün qalxın deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin dünyada və axirətdə dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır. يا أيها الذين آمنوا إذا ناجيتم الرسول فقدموا بين يدي نجواكم صدقة ذلك خير لكم وأطهر فإن لم تجدوا فإن الله غفور رحيم. Ey iman gətirənlər! Allah Rəsulu ilə xüsusi söhbət etmək istədiyiniz zaman öz söhbətinizdən öncə sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Və əgər sədəqə vermək üçün bir şey tapmasanız, bilin ki, Allah bağışlayan və mehribandır. أأشفقتم أن تقدموا بين يدي نجواكم صدقات فإذ لم تفعلوا وتاب الله عليكم فأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الله ورسوله والله خبير بما تعملون. Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndiki bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və onun rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır. ألم تر إلى الذين تولوا قوما غضب الله عليهم ما هم منكم ولا منهم ويحلفون على الكذب وهم يعلمون. Məyər Allahın qəzəb etdiyi qövmü, Yəhudiləri özlərinə dost tutanları, münafiqləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər ki, sizdəndirlər. A'addallahu lehum azaban şedida innahum sa'a ma kanu ya'malun. Allah onlara şiddətli bir əzab hazırlamışdır. Çünki onların dünyada etdikləri şey olduqca pisdir. İttəxəzû əymənəhum cünnətən fəsaddu an səbililləhi fələhum azabun muhin. Onlar xəyanətlərini təmizə çıxarmaq üçün andlarını bir sipər etmişlər. Beləliklə, bu vasitə ilə özlərini və cəmaatı Allahın yolundan saxlamışlar. Onlar üçün alçaldıcı bir əzab vardır. Lən tuğniyə anhum əmvaluhum və la əvladuhum
من الله شيئا أولئك أصحاب النار هم فيها خالدون. Malları və övladları Allahın əzabından heç bir şeyi azacıq belə onlardan uzaqlaşdırmayacaq. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar. يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَى شَيْءٍ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ. Allah onların hamısını dirildəcəyi gün, orada da müsəlmanlıqlarını ispat etmək üçün Allaha and içəcəklər, necə ki, dünyada sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını güman edərlər. Nifaqlarını möhkəm bir özül bilirlər. Agah ol ki, onlar həmin yalancılardır. استحوذ عليهم الشيطان فأنساهم ذكر الله أولئك حزب الشيطان ألا إن حزب الشيطان هم الخاسرون. Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutturmuşdur. Onlar şeytanın firqəsidirlər. Agah ol ki, şeytan firqəsi həmin ziyankarlardır. İnnellezîne yuhaddûnallâhe ve rasûlehu ulâike fil ezellîn. Şübhəsiz, Allah və onun rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindəndirlər. Kətəbəllahu ləəğlibənnə ənə və rusulî innəllâhe qaviyyun aziz. Allah öz əzəli elmi ilə lövh-i məhvuzda yazmış və qərarı almışdır ki, mən və peyğəmbərlərim qalib gələcəyik. Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlub edilməzdir. لا تجد قوما يؤمنون بالله واليوم الآخر يوادون من حاد الله ورسوله ولو كانوا آباءهم أو أبناءهم أو إخوانهم أو عشيرتهم أولئك كتب في قلوبهم الإيمان وأيدهم بروح منه ويدخلهم جنات تجري من تحتها الأنهار خالدين فيها رضي الله عنهم ورضوا عنه أولئك حزب الله ألا إن حزب الله هم المفلحون. Allaha və axirət gününə iman gətirən qövmün, Allah və onun rəsulu ilə düşmənçilik edənlərlə, hətta öz ataları, övladları, oğulları, qardaşları və qohumları olsalar belə, dostluq etdiyini görməzsən. Onlar elə kəslərdilər ki, Allah onların qəlbində imanı sabit etmişdir və öz tərəfindən olan bir ruhla, məxsus bir nurla, yaxud Qur'an marifi ilə, ya qeybi uğurlarla onları qüvvətləndirmişdir. Onları axirətdə evlərinin və ağaclarının altından çaylar axan cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar.
Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bil ki, şübhəsiz Allahın firqəsi həmin nicat tapanlardır.